Əziz tələbələr, bugünkü mövzumuz elektrik sahə anlayışıdır. Burada biz elektrostatik sahə, sahələrin superpozisiya prinsipi, bircins və qeyri-bircins elektrik sahəsi anlayışları və s. haqqında məlumat alacağıq. Elektrik sahəsi nədir? Elektrik sahəsi elektrik yüklü zərrəciklər və ya elektriklənmiş cisimlər arasında elektrik qarşılıqlı təsiri ötürən material növüdür. Bəs elektrostatik sahə nədir? Elektrostatik sahə yüklü zərrəciklərin yaratdığı elektrik sahəsidir. İngilis alimi Faraday tərəfindən yaradılan sahə nəzəriyyəsinə əsasən hər bir yüklü zərrəcik öz ətrafında elektrik sahəsi yaradır. Buna görə də sadəlik üçün buna sahə mənbəyi deyilir. Sahə mənbəyi o deməkdir ki, verilən elektrik sahəsi bu yüklə bağlıdır və qalan yüklər isə bu sahəyə gətirilən yüklərdir. Sahə mənbəyi olan yüklü zərrəciyin elektrik sahəsinə gətirilən yük sınaq yükü adlanır. Sınaq yükünün elektrik sahəsi çox kiçik olmalıdır ki, bu sahəyə gətirilən digər yükə təsir etməsin. Təbiətdə belə yüklər mövcud deyil, ona görə də bunlar ideallaşdırılmış modellərdir. Elektrik sahəsinin aşağıdakı xassələri vardır ki, bunlar elektrik sahəsinin mənbəyi yüklü zərrəcik və dəyişən maqnit sahəsidir. Elektrostatik sahənin mənbəyi isə tərpənməz yüklü zərrəciklərdir. İkinci, elektrik sahəsi sınaq yüklü zərrəciyə müəyyən qüvvə ilə təsir edir. Üçüncü isə elektrik sahəsinin təsirinin daşıyıcıları fotonlardır. Elektrik sahəsi fotonlar vasitəsilə fəzada sonlu sürətlə, yəni işıq sürəti ilə yayılır. Elektrik sahəsinin qüvvə xarakteristikası elektrik sahəsinin intensivliyidir. Elektrik sahəsinin intensivliyi elektrik sahəsi xarakteristikası olub, elektrik sahəsinin yüklü zərrəciyə göstərdiyi qüvvənin bu yükün miqdarına olan nisbəti ilə xarakterizə olunan kəmiyyətdir. Yəni, Y bərabərdir F bölünsün Q. Burada Y elektrik sahəsinin intensivliyi, F elektrik sahəsinin sınaq yükünə göstərdiyi təsir qüvvəsi, Q isə elektrik sahəsinə gətirilən sınaq elektrik yüküdür. Verilmiş nöqtədə elektrik sahə intensivliyi ədədi qiymətcə həmin nöqtəyə gətirilən vahid sınaq yükünə təsir edən qüvvəyə bərabərdir. Elektrik sahəsinin intensivlik vektoru müsbət yükə təsir edən qüvvə istiqamətində yönəlir. Nöqtəvi müsbət Q0 elektrik yükünün fəzada ixtiyari nöqtəsində yaratdığı elektrik sahəsinə Q yükü gətirildikdə, bu yükə təsir edən Kulon qüvvəsi aşağıdakı şəkildədir. Yəni, F0 bərabərdir 1 bölünsün 4 epsilon 0, Q0 vurulsun Q bölünsün R kvadratıdır. Bu ifadəni intensivlik vektorunda, yəni intensivlik vektorunun ifadəsində nəzərə alsaq, bu zaman Y bərabər olar 1 bölünsün 4 epsilon 0, Q0 bölünsün R kvadratı. Nöqtəvi müsbət Q0 elektrik yükünün fəzanın ixtiyari nöqtəsində yaratdığı elektrik sahə intensivliyinin modulu bu yükün miqdarı ilə düz, yükdən həmin nöqtəyə qədər olan məsafənin kvadratı ilə isə tərs mütənasib asılıdır. Elektrostatik sahə yaradan nöqtəvi elektrik yükü əgər müsbətdirsə, intensivlik vektoru bu yükdən xaricə doğru, əgər yük mənfidirsə, bu zaman yükə doğru yönəlir. Şəkildən də gördüyümüz kimi, Q0 yükü müsbət yük olduğuna görə intensivlik vektoru Q0 yükündən xaricə doğru yönəlir. Bu şəklimizdə isə Q0 mənfi olduğuna görə intensivlik vektoru yükə doğru yönəlmiş olur. Elektrik sahə intensivliyinin modulu həmin sahəyə gətirilən sınaq yükünün miqdarından asılı deyil. Sahələrin superpozisiya prinsipi nədir? Sahələrin superpozisiya prinsipi cisimlər arasında bütün qarşılıqlı təsiri üçün superpozisiya prinsipi ödənilir ki, bu superpozisiya prinsipi qarşılıqlı təsirdə olan qüvvələrin bir-birindən asılı olmaması prinsipidir.
Cismə eyni zamanda bir neçə qüvvə təsir edirsə, bu qüvvələrin əvəzləyicisi qüvvələrin həndəsi cəminə bərabərdir. Yəni F bərabərdir F1 üstəgələ F2, Fn və s. Fəzanın verilmiş nöqtəsində bir neçə nöqtəvi elektrik yükünün yaratdığı yekun intensivlik vektoru ayrı-ayrı yüklərin yaratdıqları elektrik sahə intensivliklərinin həndəsi cəminə bərabərdir. Yəni Y bərabərdir Y1 üstəgələ Y2 üstəgələ Yn və s. Elektrik sahəsinin qüvvə xətləri nədir? Elektrik sahəsinin qüvvə xətləri elə xətlərə deyilir ki, onların hər bir nöqtəsində çəkilən toxunan həmin nöqtədə müsbət sınaq yükünə təsir edən qüvvənin istiqaməti ilə üst-üstə düşsün. Elektrik sahəsinin qrafik təsvir etmək üçün aşağıdakı qaydalara əməl etmək məqsədə uyğundur. Elektrik sahəsinin intensivlik vektoru, yəni qüvvə xətləri müsbət yükdən başlayır və müsbət yüklə də qurtarır və yaxud sonsuzluğa qədər uzanır. Hərəkətdə olan yüklü zərrəciklər və dəyişən maqnit sahəsi burulğanlı sahə ilə əlaqədardır. Burulğanlı sahənin qüvvə xətləri qapalıdır. Eyni zamanda elektrostatik sahənin intensivlik vektoru müsbət yüklü zərrəcikdən çıxır və mənfi yüklü zərrəciyə daxil olur. Elektrik sahə intensivlik vektorları heç vaxt kəsişmir. Çünki eyni sahənin eyni nöqtədə müxtəlif istiqamətli qüvvə xətləri ola bilməz. Sonuncu, qüvvə xətləri nə qədər sıxdırsa, burada intensivlik böyük olur. Əgər bu qüvvə xətləri seyrəşdirsə, intensivlik də az olur. Bu dediyimiz qaydalara uyğun olaraq elektrik sahə qüvvə xətləri bu şəkildə göstərilir. Yəni intensivlik vektoru və yaxud da qüvvə xətləri müsbət yükdən çıxır, mənfi yükə daxil olur. Eyni zamanda elektrik sahəsi bircins və qeyri-bircins ola bilər. Bircins elektrik sahəsi nədir? Bütün nöqtələrində intensivliyin qiymət və istiqaməti eyni olarsa, belə sahə bircins sahədir. Yəni, şəkildə də gördüyümüz kimi, iki paralel lövhə arasındakı elektrik sahəsi və yaxud bərabər və yaxud da bərabər elektriklənmiş sahəni göstərmək olar. Bundan başqa qeyri-bircins elektrik sahəsi nədir? Qeyri-bircins elektrik sahəsinin intensivliyi nöqtədən nöqtəyə dəyişən sahədir. Yüklü zərrəciklərin elektrik sahəsində hərəkəti zamanı ona qüvvə təsir edir. Qüvvə təsir etdiyi üçün o bərabər təcillə hərəkət edir. Newtonun ikinci qanununa görə bu zərrəciyin hərəkət tənliyi F bərabərdir QY və yaxud MA bərabərdir QY şəklində olur. Beləliklə, bircins elektrik sahəsində yüklü zərrəciyin hərəkət tənliyi aşağıdakı şəkildə olur. A bərabərdir Q bölünsün M vurulsun Y. Zərrəciyin başlanğıc sürəti, yəni V0-ın istiqamətindən asılı olaraq bircins və qeyri-bircins elektrik sahələrində bir neçə hərəkətə baxaq. Əgər elektrik yüklü zərrəcik bircins elektrik sahəsinin qüvvə xətləri istiqamətində olarsa, bu zaman OX oxu istiqamətində zərrəcik bərabər yeyinləşən hərəkət edəcək, OX oxunun əksinə istiqamətdə isə bərabər yavaşlayan hərəkət edəcək. Elektrik yükü olmayan zərrəcik elektrik sahəsindən keçdikdə ona heç bir qüvvə təsir etmədiyinə görə bu zərrəcik bərabər sürətli hərəkət olur. Bərabər sürətli hərəkəti heç bir qüvvə təsir etmir və onun tədliyi belə şəkildə olur. Bircins elektrik sahəsində hərəkət edən elektrik yükü zərrəciyin tormoz yolu və tormoz müddəti elektrik sahə intensivliyinin modulundan asılıdır. Yəni X bərabərdir omega K0 bölünsün QY və T bərabərdir 2M omega K0 bölünsün QY. Burada omega 0 yüklü zərrəciyin kinetik enerjisidir. Digər tərəfdən, əgər elektrik yüklü zərrəcik bircins elektrik sahəsinə perpendikulyar istiqamətdə yönələrsə, bu zaman OX oxu istiqamətində yüklü zərrəciyin hərəkəti
bərabər sürətli, OY istiqamətində isə bərabər təcilli olur. Deməli, elektrik yükünə malik sınaq zərrəciyi sahə mənbəyi küçük olan zərrəciyə doğru hərəkət etdikdə, bu zərrəciklər arasındakı məsafə kiçildikdə təcil artan, məsafə böyüdükdə isə təcil azalan olur. Elektrik yükünün yerdəyişməsi zamanı elektrostatik sahənin gördüyü iş, potensial və potensiallar fərqi anlayışları ilə tanış olaq. Bir cins elektrik sahəsində yüklü zərrəcik hərəkət etdikdə, ona təsir edən elektrik təbiətli qüvvə iş görür. Məsələn, müsbət sınaq yükü bir nöqtəsindən iki nöqtəsinə D məsafəsi qədər yerini dəyişdikdə, buna təsir edən qüvvə müsbət iş görür. Bir cins elektrik sahəsində yüklü zərrəciyin yerdəyişməsi zamanı elektrostatik sahənin gördüyü iş, yükün miqdarı, elektrik sahə intensivliyinin modulu və yükün yerdəyişməsi hasilinə bərabərdir. Yəni, A bərabərdir QY-D-yə. Elektrik qüvvəsinin gördüyü iş, yüklü zərrəciyin hərəkət trayektoriyasının formasından asılı deyil. O, yalnız trayektoriyanın başlanğıc və son nöqtələrinin elektrik sahəsindəki vəziyyətindən asılıdır. Görülən iş, hərəkət trayektoriyasından asılı olmayan qüvvələr konservativ qüvvələr adlanır. Deməli, gravitasiya və elektrostatik sahə konservativ qüvvədir. Bundan başqa, elektrostatik sahə də gravitasiya sahəsi kimi potensiallı sahədir. İstənilən qapalı trayektoriya boyunca qüvvə xətləri sahənin gördüyü iş sıfıra bərabər olarsa, belə sahəyə potensiallı sahə deyilir. Potensial enerji haqqındakı teoremə əsasən, yüklü zərrəciyin gördüyü iş onun potensial enerjisinin dəyişməsinə bərabərdir. Yəni, A bərabərdir omega P1 çıxaq omega P2-yə. Elektrik sahəsinin verilmiş nöqtədə potensialı, potensial enerjinin bu yükün miqdarına olan nisbəti ilə xarakterizə olunan fiziki cəmiyyətdir. Yəni, F bərabərdir omega P bölünsün Q. Elektrik sahəsinin verilmiş nöqtədəki potensialı ədədi qiymətcə elektrik yükünün həmin nöqtədə malik olduğu potensial enerjiyə bərabərdir. Potensialın beynəlxalq vahidlər sistemində vahidi 1 voltdur. 1 volt 1 kiloqram vıraq metr kvadratı bölünsün amper vıraq saniyənin kubu deməkdir. Potensial elektrik sahəsinin enerji xarakteristikasıdır. Belə ki, o, elektrik sahəsinin verilmiş nöqtəsində elektrik yükünün potensial enerjisini təyin edir. Yəni, omega P bərabərdir Q F-yə. Elektrik sahəsinin mənbəyi müsbət işarəli olarsa, bu zaman elektrik sahəsinin potensialı müsbət olur. Elektrik sahəsinin mənbəyi mənfi olarsa, bu zaman potensial mənfi olur. Qrafiklərdə göründüyü kimi, Q0 böyük olduqda potensial böyük, Q0 kiçik olduqda, sıfırdan kiçik olduqda isə potensial kiçik olur. Q0 və Q elektrik yükləri eyni istiqamətdə olarsa, potensial enerji müsbət olur və onlar arasında itələmə xarakterli qüvvələr mövcud olur. Q0 və Q elektrik yükləri əks işarəli olarsa, onlar arasında bu zaman potensial enerji mənfi olur və onlar arasında cazibə xarakterli qüvvələr yaranır. Elektrostatik sahəni bir neçə elektrik yüklü zərrəcik yaradarsa, bu zaman yekun potensial bu potensialların cəminə bərabər olur. Yəni, F bərabərdir, F1 üstəgələ F2, Fn və s. Potensiallar fərqi və ya gərginlik nə deməkdir? Potensiallar və ya gərginlik elektrik yükünə hərəkət etdiyi elektrostatik sahəsinin gördüyü işin bu yükün miqdarına olan nisbəti ilə xarakterizə olunan fiziki cəmiyyətdir. Yəni, F1 çıxaq F2 bərabərdir, A bölünsün Q. Digər tərəfdən, elektrostatik sahənin gördüyü iş bu yük ilə iki nöqtə arasındakı potensiallar fərqinin hasilinə bərabərdir. Yəni, A bərabərdir Q vurulsun U-ya. Potensiallar fərqi və ya gərginliyin BSD vahidi 1 voltdur. Elektrik sahəsində potensialın paylanmasını qrafik təsvir etmək üçün ekvipotensial səth anlayışından istifadə olunur. Ekvipotensial səth bərabər potensiallı səthə deyilir.
Bu müddəa eyni zamanda nöqtəvi elektrik yükünün düsturundan da görünür. Fi bərabərdir 1 bölünsün 4 epsilon 0 vurulsun ki 0 bölünsün L. Belə ki, yükdən eyni məsafədə olan bütün nöqtələrin potensialları eynidir. Ekvipotensial səthin ixtiyari iki nöqtəsi arasındakı potensiallar fərqi sıfıra bərabərdir və bu səbəbdən də elektrik yükünə malik zərrəcik ekvipotensial səthə hərəkət edərkən iş görmür. Fi1 sağ Fi2 bərabərdir 0 olduğuna görə A da sıfıra bərabər olur. Elektrostatik sahənin qüvvə xətləri ekvipotensial səthlərə perpendikulyardır. Nöqtəvi elektrik yükünün yaratdığı elektrostatik sahəsinin ekvipotensial səthləri mərkəzində həmin yük yerləşən konsentrik sferalardır. Elektrik sahəsinin qüvvə xətləri potensialın azalması istiqamətində yönəlir. Yəni, bu şəkildən göründüyü kimi, müsbət yükdən uzaqlaşdıqca potensial azalır, mənfi yükdən uzaqlaşdıqca isə potensial artır. Dərsimiz bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.